sualdaydıq? 30-cu sual. Azərbaycan dili. Bu da ki, tarixə bir ilikdir. Riyaziyyat müəllimi Azərbaycan dilindən izah verir. Deyir ki, sual işarəsinin yerinə hansı şəkilsi yazılsa, düzəltmə sözü alınır. Güllər verilir. Düzdür uşaqlar? Güllər. Bizə verilib çü, dü, müş, sə, ür şəkilçiləri. Bəli, bu da məsələn ibarətdir. Qoyduğumuz şəkilçi isim də yarada bilər, feil də yarada bilər. Ona görə, məsələn, B variantına baxın, güldülər, güldülər. Görür ki, sadədir, düzdür. Çünki mamər şəkilçisi artırdıqda, isimlərdə larlər, deməli, feillərdə də mamər artır. Deyirik də uşaqlar, mamərdən, yəni inkar şəkilçisindən solda qalanlar düzəltmə şəkilçiləri olur. Sağda qalanlar da, deməli, düzəltmə olmayan şəkilçiləri, yəni sadə şəkilçiləri. Düzdür uşaqlar? Düzdür. İsimlərdə də larlərdən solda qalanlar düzəltmə söz yaradır, sağda qalanlar da sadə söz yaradır. Deməli, gəlin indi buna baxalım. Gülçülər. Zaten orada larləri biz görürük də, düzdür. Ona görə larlərdən solda ecəklik üçün cavabımız elə A variantı olur. Gəlin keçək B variantı. Deməli, keçdik ingilis dilinə. 14-cü sualda nə deyir uşaqlar? Deyir ki, choose the correct options. Düzgün variantını seçin. Bizə boşluq verilib iki dənə. Boşluq Michelle, boşluq her friends took part in the competition. Burada məsələn nə var uşaqlar? Oxumağa ehtiyac yoxdur. Nəyə oxumağa ehtiyac yoxdur? Şərti oxumağa ehtiyac yoxdur. Birləşmələr var da. Bilirik ki, birləşmələr nə formada olur? Neyzə nor olmalıdır. Düzdür uşaqlar? Bəli. Neyzə or olmaz. A variantını atdıq. Both and olmalıdır. Both or olmaz. Belə bir birləşmə görmüşük? Xeyr. Mən riyaziyyat müəllimi ola görməmişəm. Siz də yəqin görməzsiniz də. Eyzə or olmalıdır. Deməli, eyzə or olmalıdır. Bəli, eyzə nor olmaz. Neyzə nor doğrudur, C variantı. Bir də ki, neyzə and. Both and olmalı dedik. Neyzə and olmaz. O zaman bir dənə doğru variantımız nə qalır? C variantı. Bu qədər çətin bir şey deyil.